yaşadığımız çətinlik səviyyəsi hal-hazırda çayımız qaynayıb boşaldım. Sınmışdı. Hə. Yağımızı qoymuşuq. Hal-hazırda Yusuf bəyimiz kartuşu qızartır. Normal bir tərbiyyənin yediyi yemək, ən rahat hazırlaya biləcəyi yemək. Arxa fonda qab-qaşıqların yuyulmuş forması görə bilərsiniz, ancaq indi olanımız budur. Gəlin şəxsdəki bu. Bəli. Deyəm, uşaqlar da öz keyfində, öz otaqlarında oturublar. Mənə başı çar kökün, ondan sonra istiyotun, hər şeyini töküb. Hal-hazırda cızbız edəcək indi. Ayso. Getdi bişməyə. Sonra deyəcək ki, nəmnəm yiyəcək. İndi açılın, baxın. Bəh. Buxarına baxın, donduğuna bax. Maşallah. Göz dəymə. Nə diqəlir? Aa, bu. Yine geldi. Kakao yapması dostlar. Bu da maşallah olsun çayını içir. Çay dinlərsə, qəhvə içir. Hə. Mən də ki, oturmuşam onu. Vay, indi yumurtam vurur, maşallah. Ba. Şey yumurtası olacak. Nə bəsdir, sənsiz kapıdır. Yumurtası el belə dağ verməyəcək. Sen qabı yuda çok tümlü yaramış orada. Qabları yemək mənə. Sağ olsun Yusuf bəy. Yeməyi pişirir, hər şeyini elə. Axırda qabları yemək mənə qalsın, hə? Yemememişim ya. Adalet diye bir şey var. Hə? Adalet diye bir şey var. Yaxşı. Daha yerik.